Deyəsən iyunun 18-i idimi, nə idi? Ötən ay yəni. Belə bir xəbər partladı ki, Moskvadakı Sadovod bazarını Ukrayna silahlı qüvvələri dronla vurdular. Deyəsən rəsmi təqdimatda bunu məhz bazara dron zərbəsi kimi yox, Moskvaya edilən kütləvi dron hücumu zamanı paytaxtın ən böyük ticarət mərkəzlərindən biri olan Sadovod bazarına PUA qalıqları düşüb və nəticədə yanğın baş verib kimi təqdim etmişdilər və qoy belə də olsun. Dronu birbaşa oraya yönəldiblər, yoxsa qalıqları qəlpənərək oraya düşüb. Bu ilk baxışdan o qədər də önəmli deyil. Önəmli olan nəticə ola bilər ki, o da yanğındır. Mən qulaq günahkarıyam və həmin Sadavodda işləyən sahibkarlardan biri iddia edir ki, Sadavodda bir-iki cərgə yana bilərdisə, bu dron basqınları və yaxud dron qəlpələri nəticəsində daxili müdaxilə nəticəsində 7-8 cərgə yanıb və sıradan çıxıb. Mən inanmıram ki, burada sığorta almaq məqsədi ilə törədilən ikinci qat yerli mənşəli yanğın olsun, hərçənd heç nəyi istisna eləmək olmaz. Amma bir də başqa xəbərlər var. Sadovod bazar üçlüyünün bir qoludur. Targoviy Center Moskvadır, Yujniy Vorotadır, biri də haqqını dronladığımız Sadovoddur. Sadovod bazarının şərikli sahiblərindən biri olan Sharon Yusifov haqqında kim nə bilir? Heç kim heç nə bilmir. Onun təqdimatı da elə çox əzəmətlidir, amma yenə də heç kim heç nə bilmir. Moskvanın və Avropanın ən böyük toplam satış bazarı olan Sadovod bazarının rəsmi təsisçilərindən və şəriklərindən biridir. O, bu obyekti başqa tanınmış milyarderlər olan Goda Nisanov və Zaraq İliyevin biznes strukturları, eləcə də İlham Rəhimov, Davud Nisanov və Raşi İlyayev ilə birlikdə idarə edir. Lap yaxşı, dəymə, qoy etsinlər. Zaten Sadovoda dron qırıqları düşəndə də Azərbaycanda mətbuat qırıqları bu xəbəri Azərbaycanlı iş adamlarının bazarına zərbə vurulub kimi təqdim etmişdilər. Yəni bizimkilərdir. Sharon Yusifovun internetdə və ya mediada heç bir açıq foto şəkli də yoxdur. Ona görə deyirəm ki, onun haqqında heç kim heç nə bilmir. O, Rusiyanın ən qapalı və kölgədə qalmağı üstün tutan milyarderlərindən biridir. Biznes tərəfdaşları, məsələn, Qod Nisanov tez-tez mediada və rəsmi tədbirlərdə görünsələr də, Sharon Yusifov heç bir müsahibə vermir, sosial şəbəkələrdən istifadə etmir və mətbuat qarşısına da çıxmır. Hətta onun haqqında yazılan araşdırma məqalələrində belə şəkil yerinə yalnız boş silüetlər və ya Sadovod bazarının loqosu qoyulur. Mən də elə eləyirəm. Amma açığı Sadovod üçlüyündən mənə deyilənə görə Sharon müəllim Yusifov Azərbaycanlılara qan uddurulması ilə fərqlənir və bir faktı nağıl edirlər. Həmin bu yanğından sonra ki, üstündən heç bir ayda keçməyib, Azərbaycanlı iş adamlarına 2-3 milyonluq dükanlar satıb. Burada qarışdırmayın bəzi məsələləri. Yəni, dükanı 2-3 milyona satmaq elə əməlli başlı satmaq deyil. 2-3 milyon rubl verib dükan götürürsən, ticarətinə başlayırsan, amma ayda da 1 milyon, yarım milyon və ya nə qədərdirsə o qədər icarə haqqını verirsən. Sharon müəllim bir ay bundan əvvəl Azərbaycanlılara satdığı bu dükanların bəzilərinin bir ayı, bəzilərinin cəmi 2-3 ayı tamam olandan sonra gəlib dirənir ki, çıxın buradan, bu dükanlara məsələn 4-5 milyon təklif edənlər var. Millət müqavimət göstərəndə ki, o zaman sənə dükanı götürən zaman verdiyimiz o 2-3 milyonu da ver, o da deyir ki, başınız bədəninizə ağırlıq edir ya etmir. Etmirsə də, edirsə də sürüşün buradan deyir və qovur. Bir başqa Azərbaycanlı haqqında danışdılar mənə. Moskvada yaşayan və Rusiya vətəndaşı olan bir Azərbaycanlı Sharon Yusifova 8 milyon rubl verərək bir dükan götürüb, həmin dükanda dönərçi xidməti yaradıb, Türkiyədən dönərçi usta gətirib və s. Yəni, nümunəvi bir dönər yeri üçün nə lazımdırsa hamısını qurub, yaradıb, aylıq kirayə haqqı da 1 milyon rubl. Adam 3-4 ay işləyəndən, müştəri bazası toplayandan sonra Sharon müəllim Yusifov gəlib ayağını diriyib bu qaqaşın xirtdəyinə ki, buradan çıxmalısan, yoxsa sənin dükanından narkotika çıxartdıraram.
Mən iddia etmirəm ki, Sadavod troykasının hamısında belə eləyirlər. Hətta bilirəm ki, bu troykada məsələn hörmətli prezidentiniz İlham Əliyevin şəxsən özünə məxsus olan 50-60 butik də var və inanmıram ki, həmin butiklərlə də elə rəftar etsinlər. Yaxud bildiyim qədər Zarax İliyev və ya Qod Nisanov haqqında bu qədər qansız adamdır söyləmləri yoxdur. Buna görə də həmin o Zaraxlara, Qodlara üz tutub demək olarmı ki, Şaron müəllimlə danışın, Azərbaycanlılara qarşı etnik düşmənçilik effektlərindən mümkün qədər az istifadə etsin. Məncə onlar xahiş etsələr, Şaron Yusifov eşidər və əməllərinə bir qədər çəki düzən verər.